Baxın, Şah İsmail devləti elan edir 1501-ci ildə. Mazandaran hakimi Şiə olur. Ona Şah İsmail elçi göndərir ki, mənim hakimiyyətimi tanı. Mazandaran hakimi bilirsiniz, maraqlı bir cavab verir. Deyir ki, mənim əlim Şeybani xanın ətəyindədir. Yəni, demək istəyir ki, mən xəracımı, vergimi Şeybani xana verirəm. Mənim ağsaqqalım Şeybani xandır. Həmin bu Şiə Mazandaran hakimi deyir Şah İsmail'a. Şah İsmail da 1510-cu ildə Şeybani xanın döyüşü olur. Bu Mazandaran hakimi deyib, baxın, mənim əlim Şeybani xanın ətəyindədir. Şah İsmail nə edir? Şah İsmail Şeybani xan məğlub olandan sonra Şeybani xanın əlin göndərtirir həmin o Şiə hakiminə, Mazandaranın Şiə hakiminə. O da oturub Şeybani xanın əlin atırlar bunun ətəyinə, düz qurşağına. Və elçi deyir ki, Şah İsmail dedi ki, bu vaxta qədər sənin əlin Şeybani xanın ətəyində idi, indən belə Şeybani xanın əli sənin ətəyindədir. Deyir, elə orada onun ürəyə partlayır, qorxudan ölür. Yəni Şah İsmailin döyüşlərinə baxın. Xuzistanda şiələrlə döyüşüb, Lahicanda şiələrlə, Mazandaranda şiələrlə, müşəşi şiələr olub, Qulat şiələr, Şah İsmail olan kökün kəsib. İndi mən neyiniyim? Bir şiə olaraq buyundurum, deyim ki, yox, Şah İsmail belə, Şah İsmail şiələri soyqırım eləyib, Şah İsmail şiələri qırıb. Qardaş, bu devlətçilikdir, bu devlət ideologiyasıdır. Devlətə tabi olmayan, dinindən, məzhəbindən asılı olmayan kimsə cəzalandırılmalıdır. Günü bu gündə bu belədir. Kim tabi olmursa cəzalanır. Elə cür təqdim edirlər ki, bütün dünya hökmdarları gülçəylə devlət qurur, Şah İsmail gəlib qılıncı salır işə. Qılıncla devlət qurur. Bu ondan xəbər verir. Yəni o vaxtı siyasətdə məzhəb təəssübkeşliyi olmuyor. Elə Şah İsmail devlətin elan edən kimi elə bütün Şiə tayfaları qaçıb gəlib Şah İsmailə qoşulmayıb, Şiə hakimlər.